Değerli dostlar, değerli Azərbaycan xalqı, mən hal-hazırda Anaqut kəndini keçib, Kələkiyə doğru gedirəm. Kələki Azərbaycanın yetirməsi olan, Azərbaycanın değerli övladı olan, Azərbaycanın ilk demokratik prezidenti olan Əbdülfəz Elçibəyin kəndinə doğru gedirəm. Allah rəhmət eləsin bizim keçmiş prezidentimizə. O, bax bu dağlar qoynundan gələn, təbii bulaqlardan, bu qarlı dağları yəqin ki sizə göstərəcəm birazdan. O dağlı qarların hal-hazırda Dırnız kəndindəyik. Bu süzülə-süzülə, dağların qoynundan süzülə-süzülə o bütün o torpağın alt və üst qatlarından süzülə-süzülə gələn bulaqlardan içmiş, təbii insanın təbiətindən qidalanmış rəhmətlik Elçibəyin kəndinə doğru gedirəm. Allah ona rəhmət eləsin. O həqiqətən də bir il hakimiyyəti dövründə ədaləti Azərbaycandan maksimum tətbiq etmiş prezident, zamanına görə maksimum bacardığını etmişdir. Allah ona dəniqən rəhmət eləsin. Bəli əzizlərim, bak görürsünüz hər halda Naxçıvanın dağlarını, Kələkiyə o sinə gələn dağları görürsünüz. Rəhmətli Elçibəyin doğulub boya başa çatdığı kəndin hal-hazırda Kələki kəndinin nişanını gördünüz. Qar yağmağına baxmayaraq dumanlar hal-hazırda dağların boynundadır. Yolumuz da demək olar ki düzdür, amma biz bu çətinliklərə baxmayaraq rəhmətlik keçmiş prezidentimizin, Azərbaycanın ilk demokratik prezidentinin kəndinə gəlməyə qərar verdik. Hal-hazırda əziz dostlar, biz Allah rəhmət etsin prezidentimiz, Azərbaycanın ilk demokratik prezidenti Elçibəyin, Əbdülfəz Elçibəyin, böyük qardaşı İbrahimin, nəvəsi İbrahimimizlə cənab prezidentin evinə getdik. Bu da hal-hazırda bizim Milli Azadlıq Hərəkatının lideri ex-prezident Əbdülfəz Elçibəyin evimizdir. Biz daxil oluruq. Bəlkə də son neçə ildə bu şəraitdə bu evə gələn ilk şəxslərdənəm. Yəni istəyirdim ki, bu sizinlə bölüşüm ki, bu günü, çünki Allah rəhmət eləsin, bizim keçmiş cənab prezidentimiz bax bir evdə yaşayıb. Yəni bilənlər bilir, tanıyanlar tanıyır, hər halda Azərbaycanın prezidenti olubdur. Bu dünyada insan bir dəfə gəlir bu dünya və bir dəfə də gedir. Ne kadar yaşırsan yaşa, sonu bu dünya əldə etməkdir. Allah rəhmət etsin bizim cənab prezidentimizə. O da bu dünya
vida etdi. Amma qəlbində miskinlər, kök arzularla vida etdi. Neyse, Allah qəni-qəni rəhmət etsin. Sonumuz bax budur. Əziz dostlar, bu evdə heç kim yaşamır. Yəni, dünyanın kimi olursan ol, belə bir deyim var. Sultan Süleymana qalmayan dünya kimə qalacaqdır? Bu paltar, bu geyim prezidentin 92 ve 93-cü illərdə cəbhəyə, birbaşa Qarabağ cəbhəyə geyinib getdiyi geyimdir. Bir gün Ağdamda bir hərbi hissəyə gedir. Arif Hacılı ilə Müsavat Başkanı müavini Arif Hacılı ilə, Allah hamısının köməyi olsun, Arif Hacılı maşını sürür, prezidentimiz de onun yanında oturup. Təsəvvür edin, İbrahim Bey. Bu olan hadisələr, mən bunu faktiki bilirəm. Çünki mənim gənc vaxtlarım idi. Həmin cənab prezidentimiz, mən tək oğlan idim deyə qərar vermişdi. Mən nəslin bir olma olduğuma görə, mənim nəslim kəsilməsin deyə 2 dəfə qonaqlıq verməyimə rəğmən mənim müharibəyə getməyə imkan vermədi ki, ay əliş, sənin kimi minlərlə oğlan var, tək oğlanlar. Siz getsəniz, Azərbaycan nəsli kəsilər, gedib orada şəhid olasınız. Azərbaycan nəsli kəsiləcəkdir. Çünki tək oğlansınız. Sizin qardaşınız yoxdur. İkinci bir qərarı, Azərbaycanın tək qadını, Azərbaycan sərhədlərinin o hüdudlarını tək olaraq qadın heç vaxt tək edə bilməzdi. Onun yanında ya qardaş olmalıydı, həmin qadının. Ya yanında qardaşı, ya əmisi, ya dayısı, ya atası kimsə olmalı, ya yoldaş olmalıydı. Azərbaycanın qeyrətini, namusunu qoruyan bir prezident idi. Allah ona qəni-qəni rəhmət etsin. Və gələk, qaydaq həmin mövzuya. Hərbi hissəyə yaxınlaşırlar. Nəzarət buraxılış məntəqəsində, hərbi hissə ərazisində var, bugün də var. Orada əskər gəlir, deyir, buyurun. Bəs soruşurlar ki, biz içəri keçməliyik. Deyirlər ki, yox, siz icazəniz yoxdur. Əskər nə tanıyır ki, kimdir? 06 markalı maşında gəlir. Lada, Rusiyanın maşını, ya o vaxt ki, yəni. 93-cü il səhv etmə. 92-93-cü illərdir. Və orada axırda, son məqamda deyirlər ki, ora, yəni, baş idarəyə xəbər verin ki, cənab prezident gəlir. Tək Arif Hacılı və cənab prezident. Qapını açırlar, orada artıq yəni haray həşir düşür, prezidenti qəbul edirlər. O da düşəndən sonra həmin əskər ki, nəzarət buraxılış məntəqəsində onu içəri buraxmayan əskərə zamanında 10 gün məzuniyyət verir. Deyir, xahiş edir həmin hərbi hissənin komandirindən, Allah verdi bağırıq olub. Allah qəni-qəni rəhmət eləsin. Onlardan xahiş edir ki, həmin nəzarət buraxılış məntəqəsində olan əskərə mənim hesabıma 10 gün məzuniyyət verir. Yəni, bax, belə bir prezidentimiz olub, ona Allah qəni-qəni rəhmət eləsin və onun, bax, otağı, onun otağında olan,
Yani görürsünüz, bak bu şərətdə oturub, burada oturub müəyyən balı həmin bu kürsüdə oturub, müəyyən məsələləri mülahizə edib, müəyyən məsələləri düşünür. Azərbaycanın, yəni dövlətinin tüm problemlərini bir beyində, hər şeyi bir beyində həll etmək zamanına görə çox çətin məsələ idi. Yəni bax, əziz dostlar, baxın, Allah ona qəni-qəni rəhmət eləsin. Bax, prezidentimiz belə bir prezident olub. Yenə də biz gəldik bugün buraya, biz bir vəfa borcumuzu, bir əqidə borcumuzu yerinə yetirdik. Çünki o prezident xalqın prezidenti idi. Xalqla təmasdaydı, xalqla bir yerdəydi, xalqın seçdiyi prezident idi. Allah ona qəni-qəni rəhmət eləsin. Yəni, belə, əziz dostlar, hər bir insanın doğulduğu kimi bu dünyadan köçdüyü gün də var, o zaman da var. Yəni, bunu unutmayaq, biz bu dünyaya qonaq gəlmişik. Biz bu dünyada kirayeşin yaşayırıq. Kirayeşin yaşadığımız dünyada gərək o qonşu kirayeşinlər var, onlarla mehriban da olmalaq. Vəzifəsindən, statusundan, mövqeyindən asılı olmayaraq biz insanıq. Hamımızın bir başımız, iki gözümüz, bir ürəyimiz və detallara varmıram. Hər kəs bilir ki, insan insandır. Bu dünyada yaşayırıqsa, həqiqətən bir-birimizə dəyər verib yaşayalım. Dünya 3 gündən ibarətdir deyilən bir, yəqin ki, eşitmişsiniz, bir aforizm var. Həqiqətən də dünya 3 gündən ibarətdir. Mən bu yaşımda bunu bir 2-3 il bundan öncə anlamışam. Mənim özümə aid bir məsələdir. Həqiqətən də dünya 3 gündən ibarətdir. Dünən, bugün və sabah. Biz dünyanımızı qaytara bilmərik. Necə ki, Allah rəhmət etsin Elçi bəy. Neyini bilərik ki, Elçi bəy qayıtsın, qaytara bilmərik. Bugündür. Sabah isə heç kimi garantiya yoxdur ki, heç kim bilmir dünyada nə baş verəcək, həyatında nə baş verəcək. Yəni ki, garantiya yoxdur. Heç kim sığortalanmayıb sabah üçün. Bu günümüz var, dəyərli dostlar, dəyərli Azərbaycan xalqı. Dəyərli insanlıq, dünya insanı, yeryüzünün insanları. Bu gündə biz bu yer planetinin, yeryüzünün yeganə əşrəf məxluq deyirlər. Allah Teala deyir ki, yeryüzünün əşrəfi sizi buyurmuşam. Bir-birimizə fərqi yoxdur dövlətimizdən, fərqi yoxdur hansı materikdə yaşamağımızdan, bir-birimizə insan olaraq dəyər verməkdən keçir bizim missiyamız. Bir-birimizə dəyər verəcəksə, bizi yaradan da bizə dəyər verəcəkdir, əziz dostlar. Yəni, mən heç kimə ağıl vermək fikrində deyiləm, mənim düşündüklərim budur və bir şey də deyim ki, bu dünyada bizimlə yeryüzündə başqa canlılar da yaşayır. Bu yeryüzünün biz hamımız sakinləriyik. Allah yeryüzündə yaşayan dəyərli insanlar və o dəyərləri bilənlərin hamısının yardımcısı və dəyər bilməyənlərə də Allah ağıl və iman versin ki, insanlıq dəyərini daha da üst qata qaldıraq. Hamıza təşəkkür edirəm, var olun. Mən bugün o qədər sevincliyəm ki, qəlbimdə çox sözlər var, amma videoya o sözlərin hamısı sığmır. Rəhmətlik Azərbaycan prezidenti burada həmin bu ortaqlı qonaqlar qəbul edir. Yəqin ki, bilənlər bilir. Mən də bugün qonaq gəlmişəm. İstəyirəm ki, həmin bu kürsülərin birində oturum, qonaq qismində. Cənab prezidenti dinləyir. Mən onun nə düşündüklərini,
Azərbaycanın bu günü və sabah haqqında nə düşündüklərini təxminən bilirəm. Və mən bilirəm, əminəm ki, onun düşüncələrinin hamısı həyata keçəcəkdir. Belə necə deyirlər, bayraqları bayraqdan heç kim ayırmaz. Hepsi müqəddəsdir. Amma Azərbaycan bayrağı həm bir rəmzdir, həm bir yəni simvoldur bütün bayraqlar kimi, həm də bir ideya daşıyır. Bu çox maraqlı. Yəni biz həmin o bayrağın özü bir ideyadır.